Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək. Temperatur gecə 13-16, gündüz 19-23 dərəcə isti, atmosfer təzyiqi isə 761 mm civə sütunu olacaq. Sabah Naxçıvan ərazisində də yağıntı ehtimalı yoxdur. Ara bir çiskin gözlənilir. Temperatur 18-21 dərəcə isti olacaq. Oktyabrın 19-u Azərbaycanın əksər rayonlarında hava yağmursuz keçəcək, lakin gündüz bəzi dağlı ərazilərdə qısa müddətli yağış yağacaq, duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 12-16, gündüz 20-24, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.